Hər birinizi salamlayıram və ümid edirəm ki, çox yaxşısınız, enerjiləriniz qaydasındadır. Və biz sizinlə iyun ayı bürc videomuzu çəkməyə başlayırıq. Başlayırıq kimlərdən? Qoçlardan. Baxaq görə qoçları nələr gözləyir. Videonu çəkəndə belə deyək də, mən dəqiqələrini bəzən səbrim çatmır. O qədər video çəkilişlər, canlı seanslar və s. danışmalı olduğum müştərilər olur ki, artıq həqiqətən çatdıra bilmirəm bəzən dəqiqələrini yerləşdirməyə, amma buradakı xanımlardan xahiş edəcəm ki, mənə dəstək olsunlar, kömək olsunlar bu barədə. Video əgər qarşınıza çıxdısa, bu video davam edirsə, baxırsınızsa, sadəcə kanala abunə olmağınızı istəyəcəm. Əgər videonu bəyənirsinizsə, xoşunuza gəlsə, o zaman isə videonun abunə olmaqdan əlavə bəyənməyi və rəy yazmayı unutmayın. Çünki məni motivə edən şey sizin baxışınızdır ki, mən motivə oluram ki, daha yeni videolar çəkim. Belə, gəlirik qoçlara. Qoç və yüksələn qoçlara niyyət edirəm. Öz yüksələnizə görə də izləyin. Hər zaman əgər yüksələninizi bilirsinizsə də və iyun ayını niyyət edirəm. Qoç və yüksələn qoçlar iyun ayına niyyət edirəm. Qoç və yüksələn qoçlar iyun ayına niyyət edirəm. Bu arada işlə bağlı 3, maddiyyatla bağlı 3 kartımız olacaq, şəxsi həyatla bağlı 3 kart olacaq və diqqətli olmalı olduğumuz məqamlar barədə 3 kart olaraq 9 kartlı bir açılım edəcəm. Şəxsi həyat nələr gözlənilir? Şəxsi həyatda qoç və yüksələn qoçlar üçün şəxsi həyatda nələr gözlənilir? Şəxsi həyatda nələr gözlənilir? Daha sonra maddiyyatla bağlı qoç və yüksələn qoçları iyun ayında nələr gözləyir? İyun ayına niyyət eləmişəm. Və nədən ehtiyatlı olmalıdır, nəyə diqqətli olmalıdır, nəyə xüsusi fikir vermək lazımdır? Qoçlar və yüksələn qoçları iyun ayında nə gözləyir? Qoç və yüksələn qoçları iyun ayında nələr gözləyir? Şəxsi həyatda nəyə diqqət edirsiniz? Şəxsi həyatda ümumiyyətlə ola bilər ki, çoxdandır belə deyək də, ailə bağlı mövzular, ailə içi danışıqlar, ailə qohumların bir araya gəlməsi, həyatınızda ikili münasibətlərdə ciddiyyətin olmağı, ola bilər ki, xüsusilə də kişi qoçlar sanki ailə, evlilik mövzuları, ümumiyyətlə ailə ilə birlikdə danışaq mövzuları sizin üçün gündəmdə olacaq. Sanki evliliklə bağlı hal-hazırda da bunu açmaq üçün kömək istəyirik. Heç bizə 3 kart bəs eləmir. Sanki həyatınızda da bir mücadilə gedir və bu mücadiləni sanki ikili bir belə deyək də, ya bəzilərinizin qərarsız olduğu məqamlar var, ya bəzilərinizin mücadilə və mübarizədə olduğu qərarlar var, anlar yaşanır və sanki təkrar eyni şeylərin içərisinə gəlib düşürsünüz şəxsi həyatınızda. Enerji olaraq deyir ki, artıq siz də yorulmuşsunuz bu enerjidən, amma bu enerjini bitirmək lazımdır, çıxmaq lazımdır. Həyatınızı tamamlayacaq birini tanıya bilərsiniz, həyatınızı tamamlayacaq, sizi tamamlayacaq birini tanıya bilərsiniz. Amma evlilik mövzusuna gəldikdə isə sanki bir şeylər tərsdir, bir şeylər, evlilik təklifləri var, münasibətdə ciddiləşmələr var, amma bir şəkildə sanki sizin üçün evlilik yükdür, sizin üçün evlilik ağırdır, sizin üçün evlilik məsuliyyətin çoxluğudur. Bütün belə bir inanclarınız olduğuna görə evliliklə bağlı bəzi gecikmələr ola bilər. Amma ümumi olaraq qoçlar və yüksələn qoçlara deyə bilərəm ki, bu ay içərisində xüsusilə dolca əkiz tərəzi, bürclü və ya yüksələnli biriləri ilə bir araya gələ bilərsiniz, həyatınızı birləşdirə bilərsiniz. Evliliklə bağlı ola bilər ki, ay genel olaraq sizin üçün biraz mücadiləli keçə bilər və biraz bu mücadilələr eyni mövzunun mücadiləsi olduğuna görə, çoxdan davam edən bir şey olduğuna görə hətta sizi yora bilər. Biraz ailə içərisində qonaqlıqlar, ailə üzvlərinin bir araya tez-tez toplanması, qohumlar falan, bunlar da sizi yora bilər. Ola bilər maddi və mənəvi olaraq, ola bilər qonaqlıqların o yükü də, o yemək var, bunun falan belə. Bu şəkildə yorula biləcəyiniz bir ay ola bilər. Maddi durumunuza gəldiyimiz zaman, maddi durumunuzda əgər çoxdandan bəridirsə ki,
Sizin maddi durumunuzda bir qaranlıq dönəm başlayırdı. Yeni fürsətlər və yeni anlaşmalar, yeni birlikdəliklər, yeni işlər, bunlar sizin üçün çox uğurlu olacaq. Yəni ki, işə düzəlmək istəyirsiniz və yaxud da işlə bağlı kiminsə danışacaqsınız, yeni əməkdaşlıqlar quracaqsınız, yeni qapıların açılacağı bir aydır maddi olaraq üzünüzə. Ümumiyyətlə, nədən diqqətli olmalısınız? Çox şanslı olacağınız bir aydır əslində, şanslarınız çoxdur. Xüsusilə də görməzdən gəlməməyə diqqət edin. Çox dağınıq enerjide ola bilərsiniz. Baxın, burada zaten baxın, bu kartlar, bu və bu. Bunların dördünü birdən yorumlamaq istəyirəm. Birinci olan kartımız əslində göstərir ki, bir oğlandır və o mübarizə aparır öz həyatı ilə bağlı. Digər oğlan isə həyatını eyni şəkildə davam eləməkdən artıq yorulub və veçsizləşib. Digər ay kartı bəlirsizliklər və qaranlıq fazanın, sanki qaranlıqdır və heç nə görmürəm və buradakı oğlan isə həyata qarşı marağını itirmiş bir moddadır. Yəni eyni həyatınızda sanki o qədər çarəsiz, o qədər problem, o qədər mənfi enerjilərə, mənfi insanlarla və mənfi durumlarla uğraşmışsınız ki, artıq sizin üçün adiləşib bu durum və heç nə eləmirsiniz artıq. Və halbuki burada görürsünüz, kupa gəlir burada. Burada bir qərar dönəminiz ola bilər, burada bir şansınız var, fürsətiniz var. Burada zaten bir dəyənək asınız var. Deyir ki, bir fürsət, bir şans, bir görüş, bir tanışlıq, bir iş başlanğıcı, sevgi başlanğıcı sizin üçün də. Amma o qədər eyni şeylər təkrarlanıb ki, həyatınızda artıq sizin üçün də marağını itirib. Artıq məsələn, bəlkə də o qədər uğursuz münasibət yaşamısınız ki, və yaxud da o qədər uğursuz iş yaşamısınız ki, artıq hər şeyə qarşı daha qorxu dolu, yəni ay kartı hər şeyi daha da böyütmək, hər şeyi daha da pis görmək, daha da belə deyək də qaranlıq tərəfinə baxmaq, eyni zamanda şuuraltı qorxular. Yəni sanki biraz negativ enerji var, amma bu cadunun göz nəzər kimi negativ deyil, sadəcə sizin zehninizin bir təmizlənməyə ehtiyacı var bu ayda. Ümumi olaraq nəyə diqqət eləməlisiniz? Şanslı olacağınız bir dönəmdə olacaqsınız, diqqətli olun. Toylar, toy enerjisi, evlilik enerjisi, belə deyək də, nəysə qeyd eləmə enerjisi, ətrafınızda insanların barışığı ola bilər, insanların evliliyi ola bilər, subhasida sizin evlilik məsələniz ola bilər. Sanki, baxın, və hətta sizə evlənmə təklifi ola bilər, amma yenə də deyirəm, burada məsələ bilirsiniz nədir? Siz o qədər zamanında başqa insanlara aid olan yükləri götürmüşsünüz ki, bugün artıq sizin özünüzlə bağlı olan şeylərdə öz yüklərinizi götürə bilmirsiniz. Baxın, burada problem belə bir şey var. O qədər özünüzü başqa insanların enerjilərlə doldurmusunuz ki, artıq özünüzə yer yoxdur orada və ona görə də çalışmalısınız ki, bununla bağlı bir seans ala bilərsiniz, bununla bağlı özünüz üzərində işləyə bilərsiniz ki, kimlərin enerjisi var, kimlərin məsuliyyətləri var, kimlərin ağırlığı var. Ola bilər siz ailənin yükünü üzərinizə götürdüyünüzə görə beləsiniz. Ola bilər sizin üçün ailə ümumiyyətlə yüklərdən ibarətdir, məsuliyyətlərdən ibarətdir. Çünki sizin bu düşüncələriniz icazə vermir ki, siz bu şanslı anın dadını çıxardasınız. Ay olaraq şanslı bir aydasınız. Zaten burada sevgi, burada baxın ailə, birlikdəlik, evlilik, toy, nişan, düğün və bunlar var, hamısı çox qəşəngdir. Duyğusal olaraq, şuuraltı olaraq, tam olaraq da xoşuma gəlmədiniz. Özünüzü toparlayın, qoçlar və yüksələn qoçlar. Keçirin buğalara. Buğalar və yüksələn buğalar iyun ayında nə gözləyir? Buğalar və yüksələn buğalar iyun ayında nə gözləyir? Buğalar və yüksələn buğalar iyun ayında nə gözləyir? Buğalar və yüksələn burcu buğa olanlar iyun ayında nə gözləyir? Buğalar və yüksələn buğa olanlar iyun ayında nə gözləyir? Buğaların şəxsi həyatı iyun ayında. Buğaların pul həyatı, maddi həyatı. Buğaların maddi həyatı. Buğalar nəyə diqqətli olmalıdır, nəyə xüsusi fikir verməlidir? Bu buğa və yüksələn buğalar iyun ayında nəyə diqqətli fikir verməlisiniz? Münasibət həyatı. Münasibət həyatınızda bir soyuqluq, durğunluq var, ürəyinizcə deyil heç nə. Buğaların və yüksələn buğaların maddi həyatında qorxuları və narahatlıqları çox üst səviyyəyə gələcək.
ya sevdiyiniz insandan xəbər ala bilməmək, ayrılıq o sizi çox incidəcək, artıq sizin bütün qorxularınız üzə çıxacaq. Sanki məni yəqin istəmir, məni heç sevməyib, məni atıb gedəcək və yaxud da özünüz davam edib etməmə mövzusu ilə bağlı qorxu içərisində olacaqsınız. Buğa və yüksələn buğalar iyun ayı ərzində münasibətlərlə bağlı, evliliklə bağlı, sevgi ilə bağlı bitirim, bitirməyim, bitirsəm nə olar, bitirməsəm nə olar, qararsızlıq və narahat enerji sizi tək buraxmayacaq. Yuxularınızı qarışdıracaqsınız, ola bilər migren, ola bilər bəzi panik ataklar yaşana bilər, sırf şəxsi həyatınızla bağlı. Sanki qorxulu yuxular görə bilərsiniz, yuxuda aldatıldığınızı görə bilərsiniz, yuxuda nəsə sizə xəbər verilə bilər, bununla bağlı bu sizi daha da narahat edə bilər. Sanki buğalar iyun ayında daha çox enerji olaraq hiss eləyəcəklər ki, münasibətdə nəsə qaydasından getmir və onu həll edə bilmirəm. Mən indi onun üçün çarəsizəm. Qılıç dörtlüsü deyir ki, biraz istirahətə ehtiyacım var. Amma ay və qılıç dokuzlusu deyir ki, şuuraltı vəziyyətində qorxuların, narahatlıqların, peşmanlıqların o qədər çoxdur ki, icazə vermir o sənə ki, sən sakit həyat yaşayasan. Biraz dincəlməyə ehtiyacınız var. Bu durumdan necə çıxa bilər? Baxın, bir şeylər sizi üzüb sadəcə, atlata bilmədiyiniz bəzi məqamlar var və düşünürsünüz ki, itirirəm, itirəcəm, əlimdən axır, gedir və s. Allaha bağlanın. Sadəcə Allaha bağlanın və belə deyək də, ola bilər ki, çox küsdüyünüz, ayrılığınızın davam edəcəyi və ya ayrılacağınız, yəni elə bir ay olacaq ki, ola bilər duyğusal tərəfiniz çox hırpalanacaq, çox yıpranacaq iyun ayında. Ola bilər belə bir şeylər yaşansın. Çalışın ki, bu durumdan öyrənməli olduğumuzu öyrənin. Yəni, hər bir durum bizə nəsə öyrətmək üçündür. Bu ümumi açılımda mən bunu hər kəsə deyə bilmərəm, niyə bunu yaşayırsınız. Amma duyğusal durumlarınız, ümumiyyətlə, şəxsi həyatınızda yaxşı deyil. Maddi durumlarınıza gəldiyimiz zaman, maddi durumlarınız yaxşı olacaq. Ola bilər iş dəyişikliyi, yer dəyişikliyi, fərqli bir məkan dəyişikliyi və fərqli bir əməkdaşlıq imzalamaq ola bilər. Ola bilər ki, uzaq biraz olduğunuz məsafədən uzaq və yaxud da ki, indiki iş yerinizdən fərqli bir yerdə tamamilə yeni bir iş təklifi gələ bilər və siz bir müqavilə bağlaya bilərsiniz. Bu müqavilə sizə maddiyyat dolu, yəni sanki ruhunuzu oxşayacaq qədər sizə yaxşı gələ bilər. Nədən diqqətli olmalısınız xüsusilə? Bu ay ümumiyyətlə deyir ki, öz üzərində işləmək üçün mükəmməl bir aydır. İstəyirsən yeni proyektlər həyata keçir, istəyirsən yeni düşüncələr, uzağa get, gəz. Ümumiyyətlə səyahətlər ayıdır sizin üçün. Tez-tez yer dəyişmək, sizin üçün gəzməyə getmək, səyahət, başqa ölkəyə getmək, başqa ölkədə biznes qurmaq, başqa ölkədən nə bilim, məsələn, mal gətirmək, mal satmaq və yaxud da tətil və yaxud da ki, təhsil, təlim, uzaq məsafələr xüsusilə sizin üçün çox uğurludur yay aylarında. Yəni sizin yay aylarında eləməli olduğunuz əsas şey öz üzərinizdə işləmək, pozitiv olmaq və yeniliklərə açılmaqdır. Qılıç altısı deyir ki, gərəkirsə geridə buraxıb bilməlisən bəzi şeyləri. Qılıç altısı deyir ki, gərəkirsə çətin də olsa bəzi durumları arxada buraxmalısan. Çünki dəyənək üçlüsü deyir ki, irəlidə elə böyük hədəflər və elə böyük irəliləyişlər var ki, günəş kartda deyir, yolun o qədər açıqdır ki və yolun o qədər işıqlıdır ki, sən ağlıma belə gəlməz. Dəyənək ası ilə o qədər deyir, fürsətlərin çoxdur ki, o qədər sənin üçün uğurlu bir yol var ki, ona görə də çalış ki, deyir, öz üzərində daha çox işlə və gələcəyinə bax. Keçmişə yox, ancaq gələcəyə baxmanız kartlar tərəfindən sizə məsləhət olunur. Daha sonra gəlirəm əkizlərə və yüksələn burcu əkizlər olanlara iyun ayı necə gözlənilir? Bu arada bu ay əkizlərin ayıdır, hər birinin doğum günündə təbrik edirəm. Əkizlər və yüksələn əkizlər, əkizlər və yüksələn əkizlər, əkizlər və yüksələn əkizlər. Baxaq görək nə gözlənilir? Əkizlərin münasibətləri, sevgi, əkizlərin maddi durumu iyun ayında və əkizlər nədən xüsusilə diqqətli olmalıdırlar? Əkizlər nəyə xüsusi olaraq diqqətli olmalıdırlar? Mesela bu kartda gəlmək istədi, çəkdim. Deməli, şəxsi həyatlar baxımından, şəxsi həyatda biraz
qorxu da ola bilər. Siz aldadılırammı, aldanırammı, məni biriləri aldadırmı, görəsən xəyanət varmı, yalan varmı, buna şans verməyə dəyərmi? Ola bilər ki, yeni insanlarla da tanış olacaqsınız, hətta yeni insanlar sizə yaxınlaşmaq istəyəcək və yaxud da var olan münasibətinizdə sadəcə bunu düşünəcəksiniz. Daha ağıllı olmalıyım, daha diqqətli olmalıyım, mən öncələrdə də yaşadım bunu. Daha öncələrdə uğursuzluqlar yaşadım. Bir daha diqqətli olmalıyım. Necə bir qərar verməliyəm? Bu çox önəmlidir. Çox qorxu və tədirginlik dolu bir şəxsi həyatınızda, münasibətinizdə belə bir şey olacaq. Çünki əgər subaysınızsa, ağlınızda biri varsa, o insanı izləyib, güdür, sanki görün bundan nə çıxar enerjisində onu tamamilə izləməyə ala bilərsiniz. Ola bilər ki, siz subaysınız, biri sizə təklif eləyib, siz yenə də o yalan danışır, bəlkə də onun dürüstdürmü və s. Ondan şübhəli bir şəkildə ola bilər ki, mən bir daha ağzım yanmasın deyə onu çox dərindən analiz eləməyə başlayacaqsınız. Evlisinizsə yenə də münasibətinizlə bağlı qorxu olacaqsa ki, nəsə düz getmir və mən bunu tapmalıyım. Ona görə də sakitləşəcəksiniz və sadəcə gözlənmə və izləmə pozisiyasında, analiz pozisiyasında olacaqsınız. Maddi həyatınızla bağlı. Maddi həyatınız çox yaxşı olacaq, düzdür, rəqabətdə olacaq. Ola bilər ki, çox gözəl bir təklif alasınız və bu təklif sizin üçün ədalət, yəni belə deyək, sizin haqqınız olan bir təklifdir, o sizə gəlməli idi və deyir ki, bu təklif sənin üçün həyatını dəyişdirən bir təklifdir, gözlənilən bir təklifdir və çox gözəl də bir təklifdir. Əslində yeni bir şeydir, bu yeni bir iş ola bilər, yeni bir pozisiya ola bilər, yeni bir maaş artımı ola bilər, amma yenilik var sizin üçün bu ay, çox yeni bir şeydir və xəbəri çox yaxın zamanda sizə gələcək, maksimum ayın 11-nə qədər bu xəbəri siz alacaqsınız və bu xəbərdən sonra, iş həyatınızla bağlı olan bu gözəl xəbərdən sonra, yenilikdən sonra ola bilər ki, bu olsun, amma biraz rəqabət də olacaq orada, sanki biraz gərginlik və xaosun da ortasında olacaqsınız, sanki sizə gələn bu xəbər kimisə xoşuna gəlməyəcək və ya da sizə gələn bu xəbərlə yeni başladığınız işdə daha böyük bir rəqabətin olacağı gözlənilir. Sanki sizi sevməyən və sizinlə tam olaraq da sizi qəbul eləməyən insanların ətrafında olmağınız sizi biraz yora bilər. Amma ümumi olaraq çox yeniliklərlə dolu bir ay olacaq. Nəyə xüsusi diqqətli olmalısınız? Pasiv aqressiyanız var. Burada aslan adam deyir ki, o qədər içində bəzi şeylər saxlamısan və yaxud da sonraya saxlamısan ki, içində yığılan şeylər aqressiya səbəb olur. Bu ay barışçıl ol. Bu ay deyir, hədiyyələrlə və sürprizlərə açıq ol. Sənin üçün sürpriz də var, hədiyyə də var, amma sən də açıq olmalısan bu duruma. Ümumiyyətlə, su və alovun enerjisini çox hiss edirəm. Demək olar ki, çoxlu 1, 2, 3, 4, 5 dənə bizə alov enerjisini verdi. 1, 2 dənə su enerjisini verdi və sadəcə burada 2 dənə qılınc var. Yəni, alovun enerjisinin çox olması nə deməkdir? Çox emosional və hərəkətli bir aydır. Yəni, bu ayda belə deyək də, düşünmə və sakit dayanmaqdan daha çox hərəkətə keçməliyim, düşünməliyim, hərəkətə keçməliyim, bir şey daha. Sanki hadisələr çox tez-tez olacaq. Deyir ki, diqqətli olmalısan, ola bilərsən bu ay sənin gecikən insanlar üçün gecikən evliliyinin ayıdır. Ola bilər kimsə kimlənsə münasibətlərin qaydasına deyilsə, onunla barışacağın və münasibətlərin qaydasına qoyacağın bir aydır. Ola bilər deyir sənin üçün sadəcə bağışlayıb, artıq geridə buraxıb irəliyə doğru yeni insanı həyatına alacağın bir aydır. Amma bir xoşbəxtlik var, dəyənə dörtlüsündən bir zəfər var, kutlama var. Kupa prensi ilə bir təklif var, bir sevgi, bir başlanğıc, hamiləlik ola bilər, uşaq ola bilər və yaxud da bir gözəl bir iş təklifi. Burada da zaten kupa prensi var. Ümumiyyətlə, iyun ayında sizin üçün həyatınıza yeni bir şey başlanğıcı olacaq, bu 100%-dir. Baxın, kupa prensi burada, burada da kupa prensi, burada da kupa. Yəni, mütləq şəkildə sizə kainatın təzə bir hədiyyəsi var. iyun ayında bir hədiyyəniz var. Bunu alıb qəbul edin, bunu qoydunuz cibə. İkinci halda nə baş verəcək? Dəyənə ikilisi, dəyənə şovuzu, dəyənə beşlisi. Gözlənilməz olaraq xəbərlərin gəlişi, belə deyək də, siz istəyirsiniz hər şey sakit olsun, kontrolda olsun, kontrolsuz keçən
anlar olacaq. Yəni kontrolunuzdan çıxan durumların olacaq. Biraz bu sizi gələ bilər, aqressiya gətirə bilər, amma yenə də sonu pozitivdir, sonu sevinclədir və sizin sevincinizdədir. Xüsusilə də nəyə görə mübarizə aparırsınız, nə sizi əsəbləşdirir və uzun müddətli nəyə görə nəsə tıxanıb sanki getmir və onun üçün mübarizə aparırsınız ki, bu axır ki hərəkət eləsin. Hərəkətə keçəcək və siz ona görə çox sevinəcəksiniz. Gəlirəm xərçənglərə. Xərçəng və yüksələn burcu xərçəng olanlar iyun ayında nə gözləyir? Çaşdım. Xərçəng və yüksələn xərçənglər iyun ayında nə gözləyir? Xərçəng və yüksələn xərçənglər iyun ayında nələr gözləyir? Yoruldum yəni. Bir yuxu gəldi mənə. İyun ayında xərçəng və yüksələn xərçənglər. Xərçəng və yüksələn xərçənglərin maddi həyatı birinci gəldi. Yaxşı, maddi həyatı olsun. Xərçəng və yüksələn xərçənglərin sevgi və ailə həyatı, sevgi həyatı, eşq həyatı özü gəldi, götürdü. Xərçəng və yüksələn xərçənglər nəyə xüsusi fikir verməlidirlər iyun ayında? Nəyə xüsusi fikir verməlidirlər iyun ayında? Sevgi həyatı. Sevgi həyatında biraz daha əsəbi, aqressiv və çıxılmaz da hiss edə bilərsiniz ay içərisində özünüzü. Sanki biriləri tərəfindən sözünüz deyilə bilmir, biriləri sizi çox əsəbləşdirir, biriləri sizin əlinizi, qolunuzu bağlayır, biriləri sizi sadəcə bir yerdə saxlayırlar və siz artıq qurban pozisiyasında olmağa əsəbləşəcəksiniz ki, nə qədər mən dözəcəm, nə qədər mən səbr edəcəm və sanki biriləri sizin yolunuzu kəsməyə çalışdıqca, biriləri sizə icazə vermədikcə ki, özünüzü ifadə eləyəsiniz və bu sizi çox hirsləndirəcək. Və burada deyir ki, sanki artıq bu durumu həll eləmək üçün bir sonlanma nöqtəsinə gələcəksiniz. Ola bilər ki, biraz tətilə getmək olacaq, bəziləriniz biraz ailədən uzaqlaşma olacaq. Sanki biraz daha içsəl olaraq, belə deyək də, özünə qapanma enerjisi sizinlə olacaq bu ay ərzində əzizlərim. Və deyir ki, artıq deyirsən bitirməlisən öz həyatın aqressiyaları, öz həyatda qurban roluna düşməyi, özünü ifadə edə bilməməyi, çarəsizliyi, dəyərsizliyi, özgüvənsizliyi, bir də aldanma qorxusu kiməsə və özünə və kiməsə çox sərt bir şəkildə davranıb, özünə həyatı yaşamağa icazə verməmək, bunları artıq deyir, dayandırmalısan, ölüm kartı deyir, bir şeylərin sonlanmasını qəbul eləməlisən, ölümü qəbul eləməlisən və biraz da burada deyir ki, qılıç dörtlüsü istirahətə ehtiyacın var, sakitləşməyə ehtiyacın var, geri çəkilməyə ehtiyacın var. Ola bilər ki, ay içərisində özünü o qədər, belə deyək də, tək hiss edə bilərsən ki, sanki hər şeydə tək mübarizə aparırsan və artıq tükənirsən, bu səni tükədir və sən düşünəcəksən ki, mən haradasa səhv eləyirəm, mənə bu səhvi düşünməyim üçün vaxt lazımdır və bu vaxt üçün sən biraz istirahətə çəkilmək istəyə bilərsən. Bu ərzində hamiləliklər ola bilər, kimlərdəsə ailə bağları çox, xüsusilə ailəli olan xərçənglərin ailə münasibətləri, bağların da bağlı çox önəmli qərarlar veriləcəyi bir aydır. Gəlirəm maddi durumunuza. Maddi durumunuz maşallah olsun, əladır. Maddi durumunuzda deyir ki, yeni proyektlər, yeni projelər, bir şeylər var, gözdə nəzərdə olacaqsınız. Sadəcə biraz daha tez, belə deyək də, nə istədiyini tam olaraq bəzən bilmədiyiniz durumlar olur. Yəni biraz xəyallarda uçmağınız olur. Məsələn, belə deyək də, bu yolda gedirsiniz, irəliləyirsiniz, okey. Burada gəlib çatanda ən zirvəyə, bəlkə bu tərəfə də gedin, bəlkə o tərəfə də gedin. Sanki özünüzə uyğun olan sahəni seçə bilməkdə və özünüzə uyğun enerjilərdə, özünüzə uyğun o frekansda qalmada probleminiz var. Biraz frekansınız dağılır, amma halbuki xüsusilə də kişi xərçənglər üçün zirvədə olacaqlar bir ayda ümumiyyətlə nəyin üzərində əziyyət çəksəniz, nəyə əmək versəniz, nəyə əziyyət çəksəniz, xüsusilə 8-nə 18-nə qədər nəyə desəniz ki, mən buna zəhmət çəkirəm, mən buna əmək verirəm, onun əvəzini alacaqsınız əzizlərim. Sadəcə yenə deyirəm, biraz fikir qarışıqlığı var. Sanki bura mı gedim, ora mı gedim, o mu, bu mu, mənim üçün nə lazım idi? Belə bir qarışıq olacaq. Nəyə xüsusi diqqət eləməlisiniz? Sevgiyə xüsusi diqqət eləməlisiniz. Burada deyir ki, sevgi münasibətləri ilə bağlı çox bəlkə də gəriləcəyiniz və yeni münasibətlərə də açıq olacağınız bir aydır. Bəziləriniz belə düşünəcəksiniz ki, mən
təzə insanlar tanıyıram, mənə olmaz, mən bunu eləməməliyəm, qorxuram, mənə aldadarlar. O biri deyəcək ki, yox, mən birilərlə tanış olmaq istəyirəm, nə olursa olsun. Belə biraz risklər alacağınız münasibətlə bağlı, biraz önünüzü görə bilməyəcəksiniz sanki sevgi ilə bağlı. Deyir ki, sevgi ilə bağlı qərar verərkən iyun ayında qərar vermə. Yəni iyun ayında demək ki, bu adam mənim taleyimdir. İyun ayında demək ki, bu adamla mən evlənirəm. İyun ayında demək ki, mən bundan küsürəm. İyun ayında heç nə edir qərar vermə. Çünki ay kartı ilə deyir, bəlirsizdir hər şey. Burada da zaten Aslan adam və kılıç var. Hər şey deyir, çox ertələmədədir. Hər şey zamana ehtiyac duyur. Həqiqətən zamana ehtiyacınız var. Həqiqətən biraz daha səbirli olmağa ehtiyacınız var. Burada da qılınclar deyir ki, çox aqressiv davrana bilərsən zaman-zaman. Çox kəskin danışa bilərsən zaman-zaman. Hər şeyin bir anda həll olmasını istəyə bilərsən zaman-zaman. Bunu etmə. Biraz daha səbirli olmağında fayda var. 6-cı ayda keçir. 6-cı aydan sonraki dönəmdə sən deyir, daha dəqiq qərarlar verərsən. Hazırki ayda deyir, şəxsi həyatla bağlı, münasibətlərlə bağlı qərar verməməyində sənin üçün də fayda var. Gəlirəm şirlərə. Şir və yüksələn bürcü şir olanlar, şir və yüksələn bürcü şir olanlar, şirlər və yüksələn bürcü şir olanlar. İyun ayına niyyət edirəm. Şirlər və yüksələn bürcü şir olanların iyun ayına niyyət edirəm. Şirlər və yüksələn bürcü şir olanların iyun ayına niyyət edirəm. Şirlərin şəxsi sevgi həyatı iyun ayında. Şirlərin maddi pul həyatı iyun ayında. Və şirlər nəyə xüsusi diqqətli olmalıdırlar iyun ayında? Şirlərin sevgi həyatı. Şirlərin sevgi həyatında gözlənilən təklifi gələcəklər. Ola bilər biri var idi, bilmirdiniz ki, bu adam nə istəyir. Bu adamın dərdi nədir, səri nədir, canının dərdi nədir? Evlənmək istəyir, yoxsa evlənmək istəmir? Münasibət istəyir, yoxsa münasibət istəmir? Çoxdan da bəlkə evdən çölə çıxmırsınız, çoxdan da görsənmirsiniz, çoxdan da topluluqlara qoşulmursunuz. İyun ayı ərzində sizin diqqətləri öz üzərinizə çəkəcəyiniz və eyni zamanda ətrafınıza bir neçə insandan hətta evlənmək üçün və yaxud da birlikdə ola bilmək üçün, sevgi ola bilmək üçün təkliflər alacaqsınız. Yəni burada birlikdə ola bilmək deyərkən münasibətdə, həyatında birlikdə ola bilməkdən söhbət gedir. Yəni ciddi təkliflər alacağınız, elçiliklər olacaq bəzi şirlərdə münasibətdə adı qoyulacaq, bəzi münasibətlərdə artıq o sizin üçün görəsən bunun nədir bunun istəyi dediyiniz adam var da, yəni düşünürsünüz ki, bunun istəyi nədir, bu nə fikirləşir ümumiyyətlə görəsən. Həmin o nə fikirləşir bu dediyiniz adamdan belə ciddi bir addım, təklif alacaqsınız. Yəni bu təkliflər ayı olacaq sizin üçün əziz şirlər. Gəlirəm maddi həyatınıza. Maddi həyatınızda sanki maddi həyatınızda bir şeylər düzgün yoluna getmir və bir karmik bir döngüdən çıxırsınız. Bu döngüdə sizə yardım olacaq kimlərdənsə, amma sanki bir ümumiyyətlə maddi həyatınızda ola bilər ki, mən sadəcə təkcə bacarmaram, mənə sadəcə başqaları kömək eləsin deyə bir inanca da sahibsiniz. Amma maddi həyatınızda pulla bağlı sizin yanlış bir inancınız, yanlış bir yolunuz var. Ya pulunuz harasa gedir, ya yanlış bir düşüncəyə sahibsiniz deyə bu baş verir. Amma maddi həyatınızda bir şeytan kartı var və bu şeytan kartı deyir ki, sənin üçün bir asıllıq var maddi həyatında. Bunu şəfalandıracağın əslində və sən deyir, maddi həyatında tıxanmalar, bloklar, əngəllər var əslində və sənin bəlkə də kömək istədiyin, kömək aldığın biriləri var, onlardan kömək ala bilmirsən. Amma maddi həyatınla bağlı bir təmizliyə, bir şəfalanmağa, bir yenilənməyə, bəlkə yönünü dəyişməyə, bəlkə maddi həyatınla bağlı, pulla bağlı düşüncələrin o qədər qatıdır ki, o qədər konkret bir qərarlar vermirsən də pulla bağlı, onları dəyişməyə ehtiyacın var. Pul söhbətinin, pul mövzusunun dərinliyinə getmək lazımdır. Çünki maddi həyatla bağlı sizin özünüzün belə fərqində olmadığınız, amma pulun sizə gəlişini əngəlləyən inanclarınız var və bu imkan vermir. Gəlirəm nəyə xüsusilə ehtiyatlı, daha doğrusu diqqətli olmaq lazımdır. Xüsusilə də gələcək olan nələr var? Gələcək olan yeni sizə fikirlər var, yeni ideyalar var, yeni tanışlıqlar var. Xüsusilə də ikili münasibətlərdə peşman olan insanlar olacaq, sizə evlənmə təklifi üçün gələnlər olacaq, barışıq təklifi üçün gələnlər olacaq. Sanki belə deyək də biraz daha sərt
davrana bilərsiniz. Sanki belə əlinizdə bir dənə kitab var, orada da kriteriyalarınızı yazmışsınız. Bunu istəyirəm deyəcəksiniz. Biraz daha duyğusal tərəfinizə enməyinizdə fayda var. Yəni çox da kobud və qırıcı olmamaqda, seçici olmamağınızda fayda var. Yəni çox deyir, acaba sən kəskinsən, yargılayırsan, məntiq çərçivəsindən hər şeyə baxırsan, heç nəyi, hər şeydə bir şey mızaqdarırsan, biraz deyir, daha sakit və səbirli, daha dəngəli olmağında bir fayda var. Amma ümumiyyətlə tək şirlər, hətta özünüzdən yaşca balaca birlərlə tanış ola bilərsiniz. Yəni yenilik çoxdur. Yəni əkizlər kimi şirlərin də həyatına yeni bir şeylər toxunacaq. Sadəcə maddi həyatınızla bağlı biraz ürəyinizin sıxılacağı, əslində ürəyiniz sıxılmır, sadəcə çox orada nəsə negativ bir şeylər var. Gəlirəm qızlara. Qızlar və yüksələn burcu qız olanlar iyun ayında sizi nələr gözləyir? Qızlar və yüksələn burcu qız olanlar sizi nələr gözləyir? Qızlar və yüksələn burcu qız olanlar. 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 İyun ayında nə gözləyir? İyun ayında nə gözləyir? Qızlar və yüksələn qızlar iyun ayında sevgi həyatı. İyun ayında qızlar və yüksələn qızların 2 dənə kart gəldi. Okey. Sevgi həyatı. İyun ayında pul həyatı. İyun ayında fərqində olmalı olduqları, diqqətli olmalı olduqları məqam nədir? Sevgi həyatı. Sevgi həyatında yeni tanışlıq var, yeni elçilik var, evlənmə təklifi var. Sevgi həyatınız qaydasında olacaq, əziz qızlar. İstəyirsiniz təksiz, istəyirsiniz kimləsiz, fərqi yoxdur. Həyatınız çox disiplinli olacaq, qərarlı olacaq. Subaysızsa evlənəcəyiniz adamı tapacaqsınız. Evlisizsə həyatınızda daha da dəqiq və irəliyə doğru addım atacaqsınız. Yəni qızlar belə deyəcək, mən doğru yoldayım və düz yolda gedirəm. Məni tamamlayan adamlayam və düz yoldayım və ya məni tamamlayan adamı tapdım və düz yoldayım. Yəni sanki qərarlı bir şəkildə irəliyə baxacaqsınız və bu ay ərzində çox belə deyək də sizi belə deyəcəklər var. Bunun nə qədər çox sərt qaydalar, qanunları var və onun sərt istədikləri var və deyir ki, bunlar mütləq olmalıdır. Gəlirəm maddi həyatına. Maddi həyatında aldanmalara və aldatmalara fikir verin. Biraz düşmənçilik enerjiləri var. Xüsusilə də ola bilər ki, maddi həyatınızla bağlı biraz rəqabət və aldatma, aldanma, arxanızdan bir işlərin çevrilməsi, bütün bunlar ola bilər. Yəni ki, biriləri xüsusilə də düşmənçilik edə bilər işinizə qarşı, sizə və yaxud da pulunuza qarşı və yaxud da ki, uğurunuza qarşı sizə mane olmağa bilər. Xüsusilə də qadın enerjilərinin ehtiyatlı olun işlə bağlı. İşlə bağlı Kılıç beşlisi deyir ki, qəti şəkildə əgər bir ortamda rəqabət varsa, sən də o insanlarla, onlar sənə tutaq ki, çox yanlış bir yoldan səni belə deyək də, zərər verməyə çalışırlar. Sən də onların yolundan getmə. Bu yol çox yanlış bir yoldur və bu yolun karması da var. Ona görə deyir ki, sadəcə diqqətli və ayaq-sayaq ol. İş həyatında, pul həyatınla bağlı çox sərt enerjilər var bu ay ərzində. Nəyə diqqətli olmalısan? Borc götürməməyə diqqətli olmalısan. Başqalarına aid olan məsuliyyətlərə girməməyə diqqətli olmalısan. Heç kəsə bölməyim, dərdimi salım içimdə, özümdə saxlayım. Bunlara diqqətli olmalısan. Yəni ki, deyir ki, sanki hər dəfə sən susursan və sadəcə içinə atırsan və heç kəsə demirsən, bu səni narahat eləyə bilər. Yəni ümumiyyətlə ruhsal olaraq çox narahat olacaqsan. Ümumiyyətlə bu ay sənin üçün ölüm və məhkəmə kartı deyir ki, sənin üçün üzləşmələr ayıdır, sənin üçün yol ayrımları, sənin üçün çox şey öyrənmək, sənin üçün çox şey yeniləmək ayıdır. Evdə daha çox məşğul olacaqsan, evin içində daha çox olacaqsan, evinlə məşğul olacaqsan, evinin düzəninə baxacaqsan, evlə bağlı mövzular daha çox gündəmində olacaq. Baxaq, bu hissəyə bir də kart çəkmək istəyirəm. Qızlar və yüksələn qızlar. Qızlar və yüksələn qızlar. Narahat olmayın, dəngə, qayda, qanun, rahatlıq, ilahə ədalət sizinlə olacaq. Amma biraz sərt keçirə bilərsiniz, xüsusilə də maddiyatla bağlı, xüsusilə işlə bağlı, xüsusilə karyera ilə bağlı.
Bu döngüdə narahat ola bilərsiniz. Evinizdə sanki daha çox vaxt keçirmək, başınızı qatmaq, sanki bir keyfsiz olacaqsınız. Sanki sizə deyəcəklər ki, buradasan, eşidirsən, sizin fikriniz dağınıqdamı? Ki, yox, fikrim səndə deyil, fikrim başqa bir yerdədir. Mən təhlükəli hiss edirəm özümü. İşinizlə bağlı özünüzü təhlükədə hiss eləyəcəyiniz bir ay ola bilər, iyun ayı. Gəlirəm tərəzilərə. Tərəzi və yüksələn burcu tərəzilər iyun ayında nə gözləyir? Tərəzilər və yüksələn burcu tərəzilər iyun ayında nə gözləyir? Tərəzi və yüksələn tərəzilər iyun ayında nə gözləyir? Tərəzi və yüksələn burcu tərəzilər iyun ayında nə gözləyir? Tərəzi və yüksələn burcu tərəzilər. Sevgi həyatı, tərəzi və yüksələn tərəzinin sevgi, eşq həyatı. Tərəzi və yüksələn tərəzinin pul, maddiyyat həyatı. Tərəzi və yüksələn tərəzilər nəyə diqqətli olmalı, nəyə fikir verməlidir? Sevgi həyatı. Sevgi həyatında yeni tanışlıqlarınız çox olacaq. Sevgi həyatında əslində biraz özünüzlə savaşacaqsınız ki, dəcəlik eləmə, sakit otur, düz dayan, ora-bura qaçma. Sanki biraz belə dəli dolu olacaqsınız ayın girişində. Biraz itirmə qorxusu və qısqancılıqlar ola bilər iyun ayında sizdə. Sadəcə qısqanırsınız kimlərsə, kimsə tutub saxlamaq istəyirsiniz yanınızda. Sanki ailənizi qorumağa çalışacağınız bir ay kimi olacaq əslində daha çox evlilər üçün. Yəni sanki ailənizi biriləri dağıtmaq istəyirsə onu qoruyacaqsınız və ya da qısqanclıq eləyəcəksiniz. Sanki əlinizdə olanları itirə bilərəm, qorxuram, münasibətimi itirərəm, münasibətimdə bəlkə bir şeylər düz getmir, xəbərim olmaz, münasibət əlimdən çıxar. Sanki bir savaş enerjisində olacaqsınız münasibətinizlə bağlı və eyni zamanda deyəcəksiniz ki, bəlkə təzə bir şeylər, bəlkə yeni bir şeylər, bəlkə indiyə kimi denəmədiyim şeylər. Maddi həyatınıza gəldiyimiz zaman maddi həyatınız çox gözəl olacaq. Xəyalınızda qurduğunuz iş təklifini, xəyalınızda qurduğunuz sizi iş təklifini aparacaq adamı, xəyalında qurduğunuz o tanışlığı olur da hər kəs deyir ki, elə bir adam çıxsın qabağıma ki, mənə işimlə bağlı yol göstərsin, məni bir level daha yuxarı qaldırsın. İş həyatınız, uğur həyatınız, parlama sizin üçün çox yaxşı. Ümumiyyətlə parlayacağınız bir aydasınız. Yəni ki, zaten deyir ki, bu ayda sizə də eyni zamanda hədiyyələriniz çoxdur. Yəni kainatın sizə hədiyyələri çoxdur. Yer dəyişimləriniz ola bilər. Bu ay ərzində gəzməkləriniz çox ola bilər. Gəzməklərə çox tez-tez gedə bilərsiniz əzizlərim. Ondan sonra yəni getdiyiniz yerlərdə diqqətlər sizin üzərinizdədir. Sanki hər kəs sizə baxır, sizi bəyənir, hər kəs sizdən danışır. Bax belə iyun ayında sizin üçün belə populyar bir aydır. Xüsusilə də olduğunuz hətta iş təkliflərin işləyən subay olan tərəzilər gedirsiniz bir yerə işlə bağlı, orada sevgi təklifi də ala bilərsiniz. Orada sizi çox bəyən edə bilərlərsə elçidə düşə bilərlər. İş yerinizdə, xüsusilə də sosial şəbəkə ilə bağlı işləyənlər varsa, oradan da təkliflər gələ bilər. Yəni sizi belə bir ortamda parlayacağınız və parladığınız ortamda da iş və sevgi təklifləri ala bilərsiniz. Nəyə xüsusi ekstra diqqətli olmaq lazımdır? Ədalətli olmaq lazımdır sadəcə. Özünüzə qarşı, ətrafınıza qarşı, belə deyək də, qorxmamaq, özünüzə layiq bilmək, özünüzü dəyərli bilmək, yeni gələn insanlara, yeni gələn münasibətlərə, yeni gələn həyata, yeni gələn xoşbəxtliklərə özünüzü sadəcə layiq bilmək lazımdır və sadəcə məntiqli davranmaq lazımdır və özünüzü həqiqətən bu xoşbəxtliklərə dəyər bilib qəbul etmək lazımdır. Bu xoşbəxtlik sizi sanki bilirsiniz necədir? Keçmişiniz, yaşadıklarınız tak beyninizə gələ bilər, tökülə bilər, beyin sizi yuxunuzdan eləyə bilər. Amma ehtiyac yoxdur. Yəni, həqiqətən də deyir ki, kartlar buna ehtiyac yoxdur. Özünüzü üzməyinizə ehtiyac yoxdur. Gəlirəm əqrəb və yüksələn əqrəblərə. Əqrəb və yüksələn əqrəblər iyun ayında nə gözləyir? Əqrəb və yüksələn əqrəblər iyun ayında nə gözləyir? Əqrəb və yüksələn əqrəblər iyun ayında nə gözləyir? Əqrəb və yüksələn əqrəblər iyun ayında nələr gözləyir? Əqrəb və yüksələn əqrəblər iyun ayında. Əqrəblər. İyun ayında sevgi həyatı əqrəblərin. İyun ayında pul həyatı, əqrəblərin pul həyatı. İyun ayında əqrəblər nəyə diqqətli olmalıdır? Sevgi həyatı. Sevgi həyatı, wow.
Sevgi həyatı aldanırsınızsa öyrənəcəksiniz, aldanmışsınızsa öyrənəcəksiniz, aldadırsınızsa öyrənəcəklər. Həyatınızın sizi belə deyək də, həyatınızda hal-hazırda bilmədiyiniz nə varsa, qaranlıqda qalan nə varsa, aldandığınız nə varsa, aldadıldığınız nə varsa, bunları bitirəcəyiniz və təzə bir şeyə başlayacağınız bir aydasınız. Yəni münasibətlərinizdə xəyanət varsa ayrılacaqsınız. Siz aldadısa, yəni həyatınızda eyni zamanda həm bitiş yaşayacaqsınız, həm yeni başlanğıc. Yəni eyni zamanda həm sonlayıb, həm təzələyəcəyiniz bir ay olacaq sevgi həyatınıza bağlı. Gəlirəm maddi həyatınıza bağlı. Maddi həyatınız çox qəşəngdir. Bir çoxlarınız təzə işə girəcək, əqrəb və yüksələn əqrəblər, bir çoxlarınız təzə ölkəyə köçə bilərlər, şəhərə gedə bilərlər. Əlinizə fürsət düşəcək. Bir çoxlarınız da gözlənilmədən, hətta hamiləliklər də olacaq bu ay əqrəb və yüksələn əqrəblər üçün. Bu da var. Bunu da deyim ki, çox güman ki, ticarətlə, maddiyyatla, yeni başlanğıclarla bağlı çox önəmlidir. Ümumiyyətlə, burada zaten bir ölüm, burada joker gəldi. Əqrəblər zaten bunu sevirlər, transformasiya ayınızda yenə də sizin. Yəni ki, belə deyək də, yenilənib və həyatınızdakı lazım hər şeyi bitirib, sıfırdan təzədən başlamaq ayınızı. Səfərlərə gedə bilərsiniz, səfərlər sizə uğur gətirəcək. Yollara gedə bilərsiniz, yollarda sizin üçün səyahətlər sizə uğur gətirəcək, gəzməklər sizə uğur gətirəcək. Bəlkə uzaq məsafədən təhsil həyatına başlayacaqsınız, bəlkə uzaq məsafədə təlimlərə başlayacaqsınız, bəlkə uzaq məsafədə iş təklifi alacaqsınız, işə düzələcəksiniz. Amma hər nəticə uzaq məsafələr uğurludur. Nəyə ekstra diqqətli olmaq lazımdır? Kollektiv iş həyatı ilə bağlı. Kişi fiqurlarına diqqət edin. Bu kişi fiqurları ay içərisində sizinlə problem yarada bilər, sizə rəqabət yarada bilər. Yəni ümumiyyətlə əqrəb və yüksələn əqrəblər iş həyatı ilə bağlı, xüsusilə gözləmədiyiniz, o olmaz dediyiniz anda sizə zərbə vurmağa çalışa bilərlər. Xüsusilə də ayın 5-i, 15-i və 25-i diqqətli olun. Kollektivinizdən və ortaq işlər gördüyünüz, yaxşı tanıyıram, bundan gözləmərəm dediyiniz hər kəsdən xəyanət, yalan görə bilərsiniz və xaos ola bilər, mübahisə və mübarizələr yaşana bilər. Hətta ortaq çalışdığınız insanlar da ola bilər bunlar. Ona görə də biraz daha ehtiyatlı olun, əziz əqrəblər. Gəlirəm ox atanlara. Ox atanlar və yüksələn ox atanlar. Ox atan və yüksələn ox atanları iyun ayında nə gözləyir? Ox atan və yüksələn ox atanlar iyun ayında nə gözləyir? Ox atan və yüksələn ox atanlar iyun ayında nə gözləyir? Ox atan və yüksələn ox atanlar iyun ayında nə gözləyir? Ox atan və yüksələn ox atanlar iyun ayında nə gözləyir? Ox atan və yüksələn ox atanlar. Deməli, ox atan və yüksələn ox atanların sevgi həyatı. Ox atan və yüksələn ox atanların pul həyatı, maddi həyatı, iş həyatı. Ox atan və yüksələn ox atanlar nəyə diqqətli olmalıdırlar, nəyə çox diqqətli fikirləşməlidirlər, diqqət eləməlidirlər. Sevgi həyatı. Ox atan və yüksələn ox atanların sevgi həyatında biraz daha mutsuzdular. Yəni sanki niyə bu sözü mənə dedin, niyə məndən belə danışdın, niyə məndən belə dedin. Yəni sanki biraz küsürsüz bu ay, tez-tez küsəyənliyinizin. Burada hamısı kupalardır. Daha çox dediyim kimi su elementində hiss edəcəksiniz sözünüzü. Tez küsəcəksiniz, hər söz sizə təsir göstərəcək, uzun müddət o sözün təsirindən çıxmayacaqsınız, sonra başlayacaq beyninizə quracaqsınız olmayan şeyləri. O vaxtında mənə belə demişdi, deməli onu buna görə deyirdi, bu mənə bunu dedi. Sanki hər şeyi də biraz daha abardacaqsınız, böyüdəcəyiniz bir aydasınız. Əziz ox atan və yüksələn ox atanlar, hər bir sözü uzun müddət o sözə takılı qalmaq, o sözü və bir dənə bir şey olmamış, artıq bütün gəmiləri o deyir suya endirmək, həyatdan küsmək, artıq mənim nə mənam var, mənim üçün nə dəyərim var, mən nə bilim, mən bir də heç vaxt heç kəsin tanış ola bilmərəm da, bu da belə oldusa, bu sözü mənə dedinsə, всё qutardı, mənim üçün həyat bitdi, mən bir də heç kəsi sevə bilmərəm, mən kimi sevərəm və bu cür enerjilərdə olacaq. Sanki ay içərisində duyğusallıq zərər verəcək dərəcədə, yəni artıq yersiz dərəcədə çox olacaq. Ona görə də xəyal
fikir dağınıqlığı yaşaya bilərsiniz. Ay kartı zaten deyir, bəlirsizliklər yaradır, qorxu, özünüzdə olmayan şeylər yaratmaq, senarilər yaratmaq. Bu ay ümumiyyətlə əziz oxatanlar və yüksələn oxatanlar senari çox quracaqsınız. Olmayan şeylər yoxdur, ha belə realda belə şeylər. Amma siz qurursunuz, quraşdırırsınız, özünüzü üzürsünüz, ağladırsınız, yəni realdan çox daha fərqli şeylər quracaqsınız. Maddi həyatınıza baxaq. Bu maddiyyat idi hə. Maddi həyatınız çox yaxşı olacaq. Xüsusilə 3, 13, 23, 17 tarixlərində qələbə, başarı, bolluq, bərəkət, şans, qız uşağına hamiləlik, eyni zamanda sizi gözləyən şeylərdir. Ümumiyyətlə hamiləlik çoxdur bu ay. Burada imperatriça var da kupa kraliçəsi. Yüksələn oxatanlar və oxatanlar bu ay ərzində hamiləlik qalma ehtimalı çoxdur. Xüsusilə də övlada, qız övladına. Yəni qız övladı istəyənlər varsa, yəni bilsinlər də. Bu ay ərzində populyarlıq, şans və tanınma sizinlə də ola bilər. Kimisi ad günləri var burada. İyun ayında siz olan ad günlərində iştirak edəcəksiniz. Ola bilər kimisi toyu var, ola bilər nəsə. İyun ayında baya bir ortamlarda olacaqsınız. Yəni baya bir özünüzdən danışdıracaqsınız sizdə. Tez-tez dostlarınızla əylənmək və s. olacaq. Nəyə diqqətli olmalısınız? Ekstra diqqətli olmalısınız? Heç nə. Sadəcə gücünüzü qorumaq lazımdır. Siz deyir, bir dəyənək kraliçası, siz bir kupa kraliçası deyilsiniz ki, özünüzü bu qədər qaranlıqlar içərisində həbs edirsiniz. Cəsarət sizdə, güc sizdə. Xarici görünüşünüzü dəyişmək istəyirsiniz, dəyişin. Qoruyucu amuletlərdən istifadə edin ay boyunca. Nəsə bu hissi olaraq gəldi. Nəsə qoruyucu bir şey taxın üzərinizə. Qorusun sizi. Təbii daş ola bilər, bəlkə bir heyvan ola bilər. Bu ay ərzində pişiklər sizə çox yaxınlaşa bilər. Sanki pişiklər sizə yapışıblar. Sanki sizdən nəsə. Evinizlə bağlı bir şeylər eləyə bilərsiniz. Yeniliklər, evinizin tikintisi ola bilər, evinizi dəyişmək ola bilər, ev alıb satmaq ola bilər. Yəni deyir ki, şəxsi həyatında okey, bir şeylər düzgün getmir orada. Ola bilər bir şeylər daha, nə bilim, bəlkə təksiz və həyatınıza heç kəs girmir deyə ora sizin üçün yaxşı getmir. Amma real olan bir şeylər var. Sən bir imperatriçasan və sən bir dəyənək kraliçasısan və sən artıq indi bu dəqiqə saçını boyat, görünüşünü dəyiş, arıqla, köçəl, nə istəyirsənsə artıq. Ondan sonra əyləncələrə get, qızlarla oturdur, ye, iç, şənlən, sevgililəri neymiş, sevgilinlə görüş, sevdiklərinlə görüş, kişi sənsə həyatının qadınıyla görüş, danış, evində vaxt keçir, hobilərinlə məşğul, xüsusilə hobiləri olan, çoxdan da unudulmuş hobiləriniz varsa, bunlara geri qayıda bilərsiniz, əziz oxatan və yüksələn oxatanlar. Oğlaqlar və yüksələn oğlaqlar. İyun ayında nə gözləyir? Oğlaqlar və yüksələn oğlaqlar. İyun ayında nə gözləyir? Oğlaqlar və yüksələn oğlaqlar. İyun ayında nə gözlənilir? Oğlaqlar və yüksələn oğlaqlar. İyun ayında nə gözlənilir? Oğlaq və yüksələn oğlaqlar. İyunda oğlaqların sevgi həyatı. İyun ayında oğlaqın sevgi həyatı. İyun ayında oğlaqın sevgi həyatı. İyun ayında oğlaqın pul həyatı. İyun ayında oğlaqın diqqətli olmalı olduğu məsələ. İyun ayında sevgi həyatında ola bilər ki, sevgi həyatında biraz daha səbirsiz enerjilər olacaq. Bir şeylər, köklü bir şeylərin dəyişimi, gözlənilməz dəyişimlər, köklənmiş məsələn. Burada bu əmin olduğunuz, rahat olduğunuz bir mövzu ilə bağlı gözlənilməz dəyişimlər ola bilər, gözlənilməz bitişlər ola bilər, aqressiyalar ola bilər, gözlənilməz ayrılıqlar və sonlanmalar, savaşlar, müharibələr yaşana bilər. Oğlaqlar diqqətli olun, öz belə deyək də nəfsinizə, o hirsinizə mi deyim, nəsə ona sahib çıxın. Ola bilər ev almaq məsələsi olacaq gündəmdə, buna görə dava olacaq. Ola bilər evə köçmək barəsi, amma bir şəkildə bir şeylər sizi hirsləndirəcək. Bir şəkildə sizi özünüzdən çıxardacaq. Bir şəkildə deyəcəksiniz ki, bu mənim istədiyim kimi deyil. Bir şəkildə birilərsə yardım eləmək istəsə də deyəcəksiniz ki, cəhənnəm ol, istəmirəm yardımlı və belə bir enerjilərimiz var. Kimsə hirs edir çox oğlaq və yüksələn oxatanlı oğlaqlardan. Şəxsi həyatınız xüsusilə ev mövzusu ilə bağlı, xüsusilə ev almaq, ev satmaq, yeni evə köçmək. Sanki isə deyəcək, narahat olma, düzələcək, amma istəmirəm bu dəqiqə, indi belə bir enerjiniz ola bilər.
Gəlirəm maddi həyatınız. Maddi həyatınız pis deyil. Xüsusilə də maddi həyatınızı yaxşılaşdırmaq istəyirsinizsə, iyun ayınca dediyim kimi səyahət edin, dəniz səyahətləri edin, dəniz yolu məsafələrinə gedin. Ola bilər yenə də uzaq məsafədə hamiləlik hətta olacaq oğlaqlarda səyahət zamanı hamiləliyini öyrənmək olacaq bəzi oğlaqlarda. Bu da olacaq. Təhsil həyatı, təlim həyatı, xüsusilə də məsələn bir əmək vermişdiniz də, məsəl üçün. Görürsünüz, burada əmək verib və öz mallarını göndərib harasa və indi onun cavabını gözləyir və siz onun cavabını eşidə bilərsiniz ki, bax, sən imtahan vermişdin, onun cavabı gəldi sənin üçün və yaxud da sən, nə bilim, bir şeylər eləmişdin, pul qazanmaq üçün onun cavabı gəldi sənin üçün. Yəni, maddi olaraq, ümumi olaraq güvənlidir, rahatdır və gələcəyə yönəlik qərarların veriləcəyi bir aydır. Nəyə diqqətli olmalısınız? Xüsusilə pul mövzuları çox gündəmlidir. Baxın, yenə də pul gəldi. Dövlət qapısı, dövlət idarəsi, rəsmi idarə, çox gözlənilməz başqa iş təklifləri ola bilər, təzə bir təklif gələ bilər sizə. Ola bilər ki, dövlət adamından sizə bir təklif gələ bilər, ola bilər bir sənəd məsələsi ola bilər. Bu da yəni bunu düzəlt, sənə buradan pul gəlir. Bir dənə bu işi həll elə, bunu olsun. Yəni, maddi olaraq diqqətli olmalısınız ki, siz gözəl pullar qazana bilərsiniz. Maddi olaraq nə qədər diqqətli olsanız, o qədər gözlənilməz əlinizə pullar gələ bilər. Bolluq, bərəkətli bir aydır iyun ayı sizin üçün. Amma ədalətli olun. Yəni ki, heç kəsin haqqına girməyin. Sadəcə, yəni orada belə deyək də, ədalətin o tərəzisini hər zaman öz üzərinizdə görün. Gəlirəm kimlərə? Oxatanlar getdi, oğlaqlar getdi. Gəlirik dolçalara. Dolçalar və yüksələn burcu dolça olanlar. Dolça və yüksələn burcu dolçalar. Dolçalar və yüksələn burcu dolçalar. İyun ayında dolça və yüksələn burcu dolça olanlar. İyun ayında dolça və yüksələn burcu dolça olanlar. İyun ayında dolça və yüksələn burcu dolça olanlar. İyun ayı. Dolça və yüksələn burcu dolça olanlar. İyun ayı. Sevgi həyatı. Pul həyatı. Diqqətli olmalıdır. Nədir? Sevgi həyatı. Sevgi həyatı qəşəngdir. Sevgi həyatı evlənmək var, nişan var, toy var. Çoxlu toylara gedin, bayramlara gedin, məclislərə gedin. Orada bəxtiniz açıla bilər, tək-siz həyatınıza biri girə bilər. Evlənmə təklifi ala bilərsiniz. Ümumiyyətlə, ən çox evlilik olacaq iyun ayındakı toylarda dolçalar üçün. Çünki dolçaların sevgi həyatları şəfalanır, münasibət həyatları şəfalanır, evlilik həyatları şəfalanır, evlənəcək adamı tapırlar və ya evlənirlər, nişanlanırlar, evlənmə təklifi alır. Bayağı bir münasibət həyatınız idealdır. İstəyirsiniz evli olun, istəyirsiniz tək olun, istəyirsiniz sevgiliniz olsun, fərqi yoxdur. Bu puluydu, düzdür. Pul həyatınız. Pul həyatınızda bayağı bir qaranlıq var. Burada bağlıdır sizin üçün. Zaten deyir, borclar səni yıxıb. Gözləmədə bir pul var, amma çətin gəlir, mübarizəli gəlir. Pulla bağlı işləyin öz üzərinizdə. Pulla bağlı çox yanlış enerjilərdə gedirsiniz. Yəni, pula qarşı düşüncəniz də yanlışdır, pulla davranışınız da yanlışdır, pul kanalınız da yanlışdır. Yəni, pul kanalınız hazırda blokdadır, şeytan qardı dəyənək yolunuzu, önünüzü belə görə bilmirsiniz pulla bağlı. Pulla bağlı mütləq şəkildə ay boyunca pula davranışınızı düzəldən seanslar alın ki, pulla bağlı sizin nə inanclarınız var, pula necə baxırsınız ki, pul sizin üçün belə çətinliklə gəlir. Nəyə diqqətli olmalısınız? Nəyə diqqətli olmalısınız? Çox dəhşətli dərəcədə ətrafınızda sizə nifrət edən insanların fərqinizdə olmadan belə münasibətlərinin mənfi olduğunu hiss eləyəcəksiniz ki, bəlkə də zamanında biriləri ilə yollarınızı ayırdınız, bəlkə biriləri ilə savaşdınız, bəlkə biriləri sizin düşməniniz idi və o insanlar hələ də bitməyiblər, hələ də arxa planda, hələ də sizə bir şeylər eləməyə çalışırlar. Çox kəskin bir müharibə sanki enerjisini sizə xatırladacaq. Xüsusilə kişi enerjilərindən gələn, dolça əks tərəzi enerjilərindən, xüsusilə gələn, qoç şiroxatan enerjilərindən gələn təsirlərdir bunlar. Deyirdi, ehtiyatlı ol. Xüsusilə yenə sən də 5-li tarixlərə diqqətlə. 5-i, 15-i, 25-i, 5-ci gün saat 5-də olay ola bilər, dava ola bilər, söz-söhbət ola bilər, səni gözü götürməyənlər olacaq, sən haqqında danışanlar olacaq, şər atanlar olacaq, haqqında bir şeylər danışanlar olacaq. Sən kimsən ki bunu dedin, nə bilim nə, sən olsa bir şey deyildin, nifrət eləyirəm və s. Yəni bu biraz xaotik olacaq, yəni ay boyunca. Bu xaosa diqqət edin.
Gəlirəm balıq və yüksələn balıqlara. Balıq və yüksələn burcu balıq olanlar iyun ayı. 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 Balıq və yüksələn burcu balıq olanların iyun ayı. Sevgi həyatı. Balıq və yüksələn burcu balıq olanların pul həyatı. Balıq və yüksələn balıqların diqqətli olmalı olduqları məqam. Diqqətli olmalıdırlar. Nədə? Balıqların sevgi həyatı. Balıqların sevgi həyatı biraz takıntılı, bağımlı olacaq. Ehtiyatlı olun sevgi həyatınızla bağlı. Bir dəqiqə işığı yandırım. Sizlə videonu çəkəcək. Hava qaraldı. Ola bilər ki, siz sadəcə belə deyək də bir adama takılı qalmaq, evli birini sevmək, evli birinə vurulmaq, evli biri ilə münasibət davam elətdirmək və bunun karmasını yaşamaq, bunun söhbətini yaşamaq, daha artıq qaranlığa doğru getmək, münasibətləriniz, yəni sanki biz necədir? Bu yol düzgün yol deyil və siz daha da qaranlığa doğru gedirsiniz, daha da çıxmaza doğru gedirsiniz, daha da şeytanın belə deyək də qucağına gedirsiniz. Sanki şeytan sizi qəşəngcə bir ələ alıb sevgi həyatınızda, yəni münasibətlərdə. Subaysızsa deyirsiniz ki, mənim həyatımda heç kəs yoxdur. O zaman sizin ata xəttindən gələn bir bağlılığınız var bəlkə. Ona görə ailə qura bilmirsiniz. Evlisinizsə ərinizlə bağlı münasibətlərinizə çox ağır bir cadu var. Əgər evli balıqlar izləyirsə buranı. Amma çox ağır bir cadu və şeytanın sanki o qara enerjisi var üzərinizdə. İyun ayında. Balıqlar ehtiyatlı olun. Sevgi həyatı. Sevgi həyatınızda da, sevgi deyirəm, iş həyatınızda yenə də eyni. Qorxu, narahatlıq, borclar, problemlər, çıxa bilmədiyiniz durumlar, qaranlıq məqamlar. Əgər kişi sizdə izləyən, kişilər izləyirsə, balıq kişiləri, üzərinizdə cadu var, əməl var, ağırlıq var, qorxular var. Sanki bir şeysə çox qorxudur, bunun axırı nə olacaq, necə olacaq, mən bu durumdan necə çıxacağam. Hətta təsəvvür edin ki, ağrı belə gəldi bədənimə. Yəni, üzərinizdə yaxın bir zamanda nə olub ki sizə? Sizə nəsə eləyiblər, sizə nəsə eləyiblər, balıqlara nəsə eləyiblər. Balıqlara çox bir dənə qarğış, cadu, nəsə olunubdur. Niyə olunub ki? Niyə eləyiblər ki, bu balıqlara? Bir qadının çox ağır cadusu, bir qadının ağır duası, lənəti var üzərinizdə. Balıqlar qadına da aiddir, kişiyə də aiddir. Və yolunuz tam olaraq baxın bağlıdır. Burada qorxular, əlacsızlıqlar, çarəsizliklər. Balıqlar konkret olaraq təmizliyə ehtiyacınız var. Ola bilər ki, çox narahat hiss edirsiniz özünüzü. Amma belə deyək də, maddi həyatınızda belə deyəcəksiniz ki, mənim üçün həmişə eyni şey yaşanır, amma yenə də özünüzü çox narahat hiss edəcəksiniz bu an. Yəni, bir dağınıqsınız zaten. Evinizin içərisində belə özünüzü ifadə edə bilmirsiniz doğru düzgün. Doğru düzgün ifadə edə bilmirsiniz və bir ağır enerji sizi daha da aşağıya doğru aparır, daha da çəkir. Elə sanki enerjinizi çəkir o qaranlıq enerji. Nəyə ehtiyaclı olmalısınız? Deyirəm də, qadınların şərrinə, qadınların elədiyi cadulara, qadınların elədiyi məsələlərə, bu ay ərzində üzləşmələr, məhkəmə, şeytan, cadu, yəni qəbristanlıq cadusu olanlar var burada. Ondan sonra ana qohumlarından gələn cadusu olanlar var. Ərinə cadu olanlar var. İndi hər kəsdə fərqlidir. Ər-arvad arasında cadu olanlar var. Sağlamlığına, eminim bu qadının kimsinizsə, həmin bu xanımın özünə cadu olunanları var. Ümumi olaraq balıqlar, biraz yaxşı deyilsiniz, xoşuma gəlmədiniz, özünüzü toparlayın. Nəsə baş verir sizə, dualar oxuyun, evinizi təmizləyin. Yəni, məhkəmə, şeytan, ay, yəni hamısı birlikdə karmik bir sürəci keçdiyinizi deyir. Əslində, sanki ilin ağır bir döngüsündən keçirsiniz. İlin ən ağır döngüsündən sanki axıb keçirsiniz hal-hazırda və bu sizə hətta deyərdim ki, may ayında da siz zaten bu enerjini özünüzə daşıyırdınız. Çünki 8 gün, 8 həftədir bəlkə də, 8-li zamandır ki, artıq bu enerjidəsiz. Dəngəsizsiniz, dəngənizi düzəldə bilmirsiniz, özünüzü qoruya bilmirsiniz, özünüzün daxili balansınızı qura bilmirsiniz. Bax, belə özünüzə yaxşı baxın, fikirlərinizi yazın. Hər biriniz çox dəyərlisiniz, hər biriniz çox özəlsiniz və bunu əsas olaraq unutmayın ki, sizdən bir dənədir. Özünüzə yaxşı baxın.